Demək, biz bunu yazdıq. Biz bunu nə üçün yazdıq? Bu məktubda biz adətən bu məktubu yazırıq, bu hissi. Amma daha sonra bu hissin hansı valideynimizə aid olduğunu müəyyən edirik. Çünki biz əsasən 70-80%, 70% biz hisslərimizi anamıza qarşı hiss edirik. Mən də elədim belə. Hə, çünki biz anadan olanda ilk gördüyümüz insan anamız olur. Anamızın qucağına veririk, anamızla təmas oluruq və ilk 9 ay anadan olandan sonra, eləcə də ana bətnində də bizə bu təsir edir. Ananın emosiyaları bizə keçir. Eləcə də doğulandan 9 ay sonra biz gördüyümüz bütün şeyləri, hiss etdiklərimizi əsasən ananla bağlı olanları kopyalayırıq. Amma bu davam eləyir. Biz məsələn tutalım ki, ananın 18 yaşacan yaşamışıqsa ya 22 yaşacan universitet yaşına qədər yaşamışıqsa, indi nə qədər yaşamışıqsa, bu bizdə baza proqramlar yaradır. Daha sonra biz bunun proyeksiya kimi veririk hisslərimizi hər şeyə, işimizə, müdürümüzə, partnyorumuza, evdəki hər hansı əşyalara belə, hər şeyə qarşı bunu biz proyeksiya edirik, bu hisslərimizi. Təbii ki, bir hiss yox da, indi burada bir hissdir. Onunla yaşadığımız bazı proqramlar var ki, günahkarlıq, ayıb, utanc, qorxu. Bütün bu hissləri biz bazı proqramlarımızda olur. Bir yerdə kimlərinsə cismində çıxır qabağımıza o şeylər, onu da yaşamışam. Biz onun bəli, obrazlarını həyatımızda yaradırıq. Bu istər evimizdəki hər hansı əşyaya qarşı belə olsun, biz onun proyeksiyasını həmin əşyaya qarşı vermişik. Eyni hissləri hiss edirik onlara qarşı. İndi bu məktubda biz əziz qəbulana bilməmə hissinin üstündən xətt çəkirik. Oraya yazırıq hansısa valideynimizin adı, hansı valideynimizə qarşı belə hiss eləmişiksə.